Felsefe ve teologiyanın kesişmesinde minilliklerdir dayanan bir sual var. Tanrı'nın her şeye gücü yetirse, onun edebilmeyeceği bir şey var mı? Bu sual, kainatın nizamını ve yaratıcının bu nizamla olan münasebetini anlamak için verilir. Orta əsrlər düşünce sisteminin memarı sayılan Thomas Aquinas üçün bu sualın cevabı ne her şeyi edebilir qədər sadə, ne de gücü məhduddur qədər zəif idi. Aquinas, Tanrının mütləq qüdrəti ilə məntiqin sarsılmaz qanunları arasında elə bir balans yaradıb ki, bu həm ilahiyyatı, həm də rasionallığı eyni anda qoruyub saxlayır. Thomas Aquinas'ın Tanrının qüdrəti haqqındakı mülahizələrini tam anlamaq üçün 13-cü əsr Avropasının intellektual mühitinə qayıtmalıyıq. Həmin dövrdə Latın dünyası böyük bir tərcümə dalğası ilə sarsılırdı. İbn Sina'nın Əş-Şifası, Qəzalinin Maqasidül Fələsfəsi və İbn Rüşdün Aristotel şərhləri Latın dilinə çevrilərək Avropa universitetlərinə yol tapmışdı. Bu əsərlər vasitəsilə qərb mütəfəkkirləri Tanrının detalları bilib-bilməməsi, onun öz təbiəti gərəyi məcburi hərəkət edib etməməsi və ən əsası mütləq qüdrətin hüdudları haqqında İslam dünyasında gedən qızğın mübahisələrlə tanış oldular. Tədqiqatlar göstərir ki, Thomas Aquinas'ın Tanrı qüdrəti ilə bağlı irəli sürdüyü argumentlər Qəzalinin Məqasid əsərindəki fikirləri ilə heyrətamiz dərəcədə mətin bənzərliyi təşkil edir. Aquinas özündən əvvəlki mütəfəkkirlərin daha çox iradəyə söykənən, voluntarist və Tanrını hər cür məntiqi çərçivənin fövqündə görən yanaşmasından uzaqlaşaraq, İslam mütəfəkkirlərinin rasionallıqla çərçivələnmiş qüdrət anlayışını mənimsəmişdir. Aquinas, Tanrı hər şeyə qadirdir, Deus est omnipotens önərməsini təhlil edərkən, çox vacib bir məntiqi sual qoyur. Buradakı hər şey, omni ifadəsi tam olaraq nəyə əhatə edir? O bu suala cavab verərkən Aristoteldən və İbn Sina'dan gələn imkan və imkansızlıq anlayışlarını əsas tutur. Aquinas'a görə qüdrət yalnız mümkün olana şamil edilir. Məsələnin kökü budur. Əgər bir şey mahiyyətcə ziddiyyətlidirsə, məsələn, dairəvi kvadrat və ya keçmişin baş verməmiş olması, bu artıq bir şey və ya varlıq deyil. Bu sadəcə bir söz birləşməsidir və heç bir həqiqəti ifadə etmir. Aquinas vurğulayır ki, Tanrının belə şeyləri edə bilməməsi, onun qüdrətinin əskikliyi deyil, həmin şeyin özünün var ola bilməməsindən qaynaqlanır. Başqa sözlə, Tanrı heç nəyə qadir deyil. Çünki ziddiyyətli olan hər şey əslində bir heç nədir. Thomas Aquinas Summa Contra Gentiles əsərində Tanrının edə bilməyəcəyi və ya etməyəcəyi məqamları 11 maddədə sadalayır ki, bu onun bütün teoloji sisteminin onurğa sütununu təşkil edir. 1. Mahiyyətin ləğvi. Tanrı bir şeyin mahiyyətini, özünü yox edə bilməz. Məsələn, bir şeyin həm var olub, həm də eyni anda, eyni nöqtədə yox olması məntiqi ziddiyyətdir və Tanrı belə bir ziddiyyəti reallaşdırmaz. 2. Ziddiyyətli vəziyyətlər. O, eyni subyektə, eyni anda iki bir-birini inkar edən xüsusiyyəti yükləyə bilməz. Bir nöqtənin eyni anda həm mütləq ağ, həm də mütləq qara olması mümkün deyil. 3. Zəruri tərkib hissələr. Əgər bir varlıq müəyyən hissələrdən ibarətdirsə, məsələn, insan bədən və ruhun birliyidirsə, Tanrı bu tərkib hissələri olmadan həmin varlığı yarada bilməz. Çünki hissələr olmadan bütöv anlayışı yox olur. 4. Riyazi və həndəsi həqiqətlər. Üçbucağın daxili bucaqlarının cəminin açıq bucağa bərabər olması və ya mərkəzdən çəkilən bütün radiusların bərabərliyi kimi prinsiplər mütləqdir. Aquinas'a görə Tanrı bu riyazi nizamı dəyişdirmir, çünki bu ağlın ilk prinsiplərinə ziddir. 5. Keçmişin toxunulmazlığı. Bu, Aquinas'ın ən çox üzərində durduğu bəndlərdən biridir. Baş vermiş bir hadisəni baş verməmiş saymaq mümkün deyil. Əgər Sokrat dünən oturubsa, Tanrı bugün onun dünən oturmadığını reallaşdırmaz. Çünki bu, olmuş bir şeyin olmamış olması kimi böyük bir ziddiyyət yaradır. 6. Yaradılmışın təbiəti. Tanrı hər şeyi müəyyən bir nizam və təbiətlə yaradıb. O, yaratdığı şeyin fundamental təbiətinə zidd hərəkət etməz. Çünki bu, onun öz hikmətinə zidd olar. 7. İkinci bir ilahın imkansızlığı. Tanrı ilk səbəbdir, first cause. Yaradılan hər şey isə mütləq şəkildə səbəblidir. Yaradılmış bir şey heç vaxt yaradılmamış ola bilməz.
Ona görə də Tanrı özü kimi mütləq ikinci bir varlıq yarada bilməz. 8. Müstəqil varlıqlar. Yaradılan hər bir varlıq varlığını davam etdirmək üçün Tanrıya möhtacdır. Tanrı özündən tam asılı olmayan, mütləq müstəqil bir varlıq yaratmaz. 9. Qüdrət və iradə harmoniyası. Tanrının iradəsi onun edə biləcəyi, yəni mümkün olan şeylərlə tam uyğundur. O, məntiqi ziddiyyət olan bir şeyi heç vaxt istəməz. 10. Zəruri varlıq. Tanrı öz mahiyyəti gərəyi varlığı zəruri olan varlıqdır. O, özünün yox olmasını arzulaya bilməz, çünki bu, varlıq anlayışının kökündən sarsılması deməkdir. 11. Şər və günahın rəddi. Akvinasa görə Tanrı mütləq xeyirdir. Günah işləmək və ya şər törətmək bir mükəmməllik deyil, əksinə bir əskiklikdir. Tanrıda isə əskiklik ola bilməz. Möcüzə və məntiq. Ölü diriltmək mümkündürmü? Akvinasın bu sistemində bir sual hər zaman aktual qalır. Bəs möcüzələr necə baş verir? Əgər hər şey məntiqlə çərçivələnibsə, ölünün dirilməsi və ya suyun üzərində gəzmək necə mümkün olur? Akvinas burada bir fərq qoyur. Mahiyyətcə imkansız olanla qüdrətə nisbətdə imkansız olan başqa şeylərdir. Məsələn, dairəvi kvadrat mahiyyətcə imkansızdır, çünki onun daxilində ziddiyyət var. Lakin bir ölünün dirilməsində heç bir məntiqi ziddiyyət yoxdur. Bir bədənin yenidən canlanması sadəcə təbiət qanunlarının, ikinci dərəcəli səbəblərin gücü xaricindədir. Tanrı isə kainatın ilk səbəbi olduğu üçün təbiət qanunlarını aşa bilər, lakin məntiq qanunlarını aşmaz. Çünki məntiq Tanrının hikmətinin bir təzahürüdür və Tanrı öz hikmətinə zid hərəkət etməz. Maraqlıdır ki, Akvinasdan çox əvvəl Əbu Həmid Əl-Qəzali də bənzər bir nöqtəyə toxunmuşdu. O qeyd edirdi ki, Tanrı hər şeyə qadirdir ifadəsi əslində bir məşhurat, endoxa, yəni hər kəsin sorğulamadan qəbul etdiyi ümumi bir inancdır. Lakin dərin analiz göstərir ki, bu ifadə mütləq həqiqət kimi deyil. Tanrı mümkün olan hər şeyi edə bilər şəklində anlaşılmalıdır. Akvinas da Summa Theologica'da bu fikri tam olaraq müdafiə edərək bildirir ki, hər kəs Tanrının mütləq gücünə inansa da, bu gücün əhatə dairəsi haqqında analizə ehtiyac var. Thomas Akvinasın Tanrı qüdrəti haqqındakı bu geniş və sistemli təhlili bizə bir neçə mühüm dərsi xatırladır. Birincisi, din və ağıl heç də bir-birinə zidd deyil, əksinə, ən yüksək teoloji zirvələrdə belə məntiq bir hakim rolunu oynayır. İkincisi, orta əsrlər düşüncəsi sanıldığı kimi qapalı deyil, sivilizasiyalar arası bir dialoqun məhsuludur. Akvinas İslam filosoflarından aldığı imkan və ziddiyyət konsepsiyalarını xristian teologiyasına elə ustalıqla daxil etmişdir ki, bu gün də hər iki ənənə üçün bu argumentlər öz aktuallığını qoruyur. Son olaraq demək olar ki, Akvinas üçün Tanrının məntiqi ziddiyyətləri həll edə bilməməsi, onun acizliyi deyil, kainatın məntiqi və ağıllı bir yaradılış nizamına sahib olduğunun ən böyük təminatıdır.